Vallahi bu efir biraz necə deyirlər, ekskluziv və biraz məcburiyyətdən oldu. Ona görə bilmirəm indi. Hər halda yayımdan sonra çalışacağım, paylaşım. Amma nədir səbəb? Bu günləri mənə göndərdilər. Oğuz TV'nin aparıcısı var. Oğuz diye bir yoldaş var Avrupa'da. O danışıb, necə Qurban bəylə bağlı danışıb, Qurban Məmmədli ilə, Qurban Məmmədovla bağlı danışıb. İndi orada Qurban bəy haqqında nə danışır, nə deyir, əslində Qurban bəy özü onlara yəqin cavab verər, lazım bilər, bilməz, amma orada nə bilim, indi Qurban bəy belə şeylər danışır ki, biz həbsxanada da bir yerdə olmuşuq, Kürdüxanda. Sonra Kalamda da bir yerdə olmuşuq, amma Qurban bəyin danışıqlarında xeyli çəlişkilər var. O nə ilə bağlıdır? Mən orasına qarışmam. Məsələn üçün deyirdi ki, çıxanda mənə gəldilər, dedilər ki, hakimiyyətdən Əli Kərimli söy, səni bıraxaq. Həbsdən çıxandan sonra demişdi ki, namusuna, vicdanına və Qurana Allaha and içib demişdi ki, Əli Kərimli kim hökumətin adamı desə, onun özü hökumətin adamıdır. Və bir müddət keçindən sonra, Avropaya gedəndən sonra da indi hamıdan çox Əli Kərimli hökumətin adamı deyən Qurban Məmmədovun özüdür. İndi deyir ki, mənə dedilər ki, sən Milli Şuraya get, yəni Əli Kərimlinin yanına get. Nə bilim, orada təlimat verdim filan. Bunlar hamısı mənlik məsələ deyil, özləri bilər o Qurban Məmmədov onu cavablandırar. Amma bir şey, Oğuz başqa şeylər də deyir orada. Mənim adım hallandırır və deyir ki, bunlar bir yerdə həbsxanada olublar, sonra da tapşırıq alıblar, bir yerdə də çıxıb tapşırıqlarını yerinə yetirirlər. Buradan bir mənalı şəkildə bəyan edirəm. Hər kəs də bunu belə də bilsin. Mən həbsdə olanda, nə birinci, nə ikinci həbsdə olanda heç bir zaman heç kim mənlə görüşməyib. Nə mənə şərt qoyan olub, nə mən kimməsə görüşüb şərt diktavat eləmişəm. Elə bir şey olmayıb. Mən bilmirəm, bunlar çox adam deyir ki, mənlə görüşdülər, mən elə şey görməmişəm. Əflə bağlı, mən də əflə çıxmışam. Mənim əf vərzəm orada işin içində var. Hamı da onu bilir, mən o vaxtda danışmışam. Mənim əf vərzəm əslində əf vərzəsi deyil. İttiham ərzəsidir. Mən yazmışam ki, mən bu simasız quldurlar, şərləyib tutublar, heç bir cinayət törətməmişəm və mənim azadlığımı təmin eləyin. Mən belə bir ərzə yazmışam. Özdə ərzəni də deyim, hələ mən Kürdəxanda olanda mən bilirdim ki, hələ apellyasiya məhkəməsi olmamış. Zaten bu hökümlər hüquqi qüvvə daşımır, amma hələ Kürdəxanda yazmışdı, mən yazmamışam. Mənim əfərzəmi Qurban Məmmədov yazıb. Sadəcə mən diktabat eləmişəm, o yazıb. Və qol da Qurban Məmmədovundur. O da işin içində durur orada. İstənilən zaman hakimiyyətdəkilər də onu götürüb yayınlaya bilərlər. Ondan sonra maraqlanan adamlardan da bunlar hamı bir-birinə agent deyir, nə bilim nə deyir. Belə agentsiniz, gedin tapın onu oradan çıxardın bir dəfəlik. Yəni, mən bir daha deyirəm, bir də bəyan edirəm. Heç kimlə, heç bir adamla mənim görüşüm olmayıb. Həbsxanada olduğum müddətdə bir qardaşım gəlib gedib yanıma. Vəssalam. Bir-iki dəfə də kişi qohumlardan, qadın qohumlar mənim yanıma gəlməyib. Kişi qohumlardan bir-iki dəfə gəliblər. Qalanda bir o rəhmətli qardaşım gəlib gedib. Heç kimlə mən görüşməmişəm, heç bir şərt, heç bir tapşırıq almamışam. Ala da bilmərəm, tapşırıq vermək olmaz. Onu da hər kəs belə də bilsin. Üzərinə də sonra da deyir ki, gedib deyir orada tapşırıqlarını yerinə yetirirlər və gedib Əli İnsanovun komandasına qoşulub. Ona da aydınlıq gətirirəm buradan. Hər kəs bilsin. Mən heç bir siyasi partiya sədrindən, o cümləndə Əli İnsanovun komandasında da deyiləm. Bunu hər kəs bilsin. Mənim Azərbaycan siyasətində demişəm, İlham Əliyevdən tutduğum, ta sonuncu bax, Büyün Əli Kərimli həbsdədir, ondan sonra İsa Qəmbər, Arif Hacılı, tanınmayan partiya sədri, Pənah Hüseyin, nə bilim kimlər. Mənə heç kimə düşmənçiliyim yoxdur, bir mənalı şəkildə düşmənçiliyim yoxdur. Heç kimə düşmən deyiləm, hamı bunu bilsin.
Bunların içində dostum olanlar da var. Amma məsələm üçün deyim sizə, bax, Əli İnsanovla, Etibar Məmmədovla, ondan sonra İqbal Ağazadə ilə, Sabir Hüsamxanlı ilə, ondan sonra Arzuxan Əlizadə ilə, bir yerə qədər hətta Pənah Hüseynli çox normal salam məlikimiz var, görüşürük, bəzən də söhbət edirik. Çox da az, yəni tədbirdə zadda görüşərik belə. Mən bunların hər hansı şəkildə bunların siyasətinə qarışmam, bu mənim işim deyil. Heç kimlə, yəni bu sadaladığım və digər ictimai siyasi xadimlər, tutaq ki, Rəhim Qaziyevlə, tutaq ki, Zeynal Məmmədliylə, tutaq ki, Ramiz Tağıyevlə, tutaq ki, Aydın Şükürovla, tutaq ki, nə bilim, daha kim qaldı, adını çəkə bilmədiklərim də inciməsinlər, yəni belə adda alınmır da. Amma deyim sizə, bunların hamısına mənim normal, dedim də bəzilərindən hətta ciddi dost münasibətimiz var, bəzilərindən salam məlikimiz var. Amma bunların hansı siyasi xəttdə olmağı, hakimiyyətin yanında olmağı, müxalifətdə olmağı, nə bilim, Avropanın dostu olmağı, Amerikanın dostu olmağı məni bağlamaz. Mən bu şeylərdən tam uzaqam. Mən ölkənin içində, nə də dışında, hər hansı formada mənim bağlı olduğum, qarşısında öhdəçiliyim olduğu, hər hansı formada ya mənə belə deyək ki, xüsusi münasibəti olan heç bir kimsə yoxdur. Sadaladığım bu adamların hamısından dediyim kimi normal salam məlikim var və mən də çalışıram ki, bir müsəlman Türk kişisi olaraq o salama hörmət edeyim və hər nə qədər ki, qarşı tərəfdə o salama hörmət edirlər, o əlaqələr də qalır Zəlimxan Məmmədlidən uzun illər, 30 ildən çox biz indi münasibətimiz var, indi də var məsələn, çünki Zəlimxan Məmmədli Əli İnsanovun partiyasında oldu, getdi, bunlar məni bağlanmaz ki. Digər adamlar var orada, partiyadan gedənlər filan. Yəni, bu Əli-Oğuz, deyək ki, Əli-Oğuz danışır bu şeylər. Əli-Oğuzun mənim telefonum var onda, mənim haqqımda da danışır. Biraz, yəni, mən də buradan oturub deyə bilirəm ki, Əli-Oğuzu kimsə göndərib orada o kimsə tapşırığını yedir. Mən belə şey eləmirəm ki, adam zəng vurar, tərbiyəli, fırənli, Əli-Oğuz da indi nə bilim, özünə görə də bir simpatişli bir oğlandır. Adam zəng vurar, soruşar ki, Sərdar bəy, belə bir fikir ver, bax, Qurban bəy filan bir yerdə olubsuz. Mən də bildiyim şeyləri deməkdən çəkinmirəm heç cavab. Amma bir daha deyirəm, Qurban Məmmədlinin məsələsini Qurban Məmmədli özü həll etməlidir. Özü cavablandırmalıdır. Mən onun yerinə cavab vermək mükəlləfliyim, borcum yoxdur. Yəni, özüm haqqında bir daha deyirəm, mən heç kimlə nə həbsxanada olanda birinci dəfədə, ikinci də heç kimlə nə görüşüm olub, nə mənə şərt qoyulub, nə məndən şərt istənilib, nə mənim şərtim olub. Bir də ki, gedib kiməsə qoşulub, kiməsə komandasına qoşulub, mən heç kimin komandasında deyiləm. Mən dəfələrlə demişəm, mən hər gün haqqı pozulan, hüquqları pozulan, hər gün bu ölkədə 100 minlərlə adam hər gün haqqı pozulur, hər bir cürə haqqı pozulur. Cərmələnənlər var, nə bilim, şərlənənlər var, nəfsə gedənlər var, nə bilim, günahlı, günahsız. Mən o özlərini haqlı sayan və mənim haqlı olduğunu inandığım adamları səsiyəm o qədər. Mən demişəm, mən mətbuat adamı olmaqdan da imkan eləmişəm. Yəni, mən bunların nə deyirlər adına bilmirəm, nə verirlər orada o media qurum qaradıblar. Maraqlı bir ad da qoyublar ona. Mən oralarda yoxam. Mən əslində bir Şəmkirdə su briqadasının, o Lapatkanın, pambıq sulayan kim bir adamam. Heç kimə də mənim dəxlim, xərcim yoxdur, heç kimə də borcum yoxdur. Və bunu mən Əli-Oğuza da hesabat kimi demirəm, Əli-Oğuz mənim hesabat verəcəyim adam deyil. Sadəcə mənə təəccüblü gəlir. Adamda telefon var, adamın danışığı var, nitqi var. Adam billərlə nefr aparır. Adam hələ başa düşmüş ki, haqqında danışdığın adamdan həm də belə aramızda elə bir sən deyən qılış qırıqında düşməyib bir-bir. Adam tanışır mənim haqqımda, soruşsun, mən deyim, yəni sən o komandasında olaramsa, mən heç kimlə qorxu eləmirəm. Dəxli yoxdur, ya lafı kimi olursun. Mən çıxaram, deyərəm, bəli, mən oradayım. Kimdir mənim burada patronum ki, mənə də ki, sən niyə oradasan, filan yerdəsən. Ona görə, amma bir daha deyirəm, o adamlarla da hamısından mən normal münasibətim var. Mən heç kimin düşməni deyiləm, heç kimə də belə deyək ki, ön yargılı münasibətim yoxdur. Haqlı bildiyim zaman adamlara, mən demişəm, İlham Əliyevə şər atsanız belə,
İlham Əliyevə. Mən ona da qarşı gələcəm. Ondan sonra nə bilim indi bu adamlara da haqlı bulduğum zaman həm də dost olduğum adamları həm də yəni münasibət haqsızlıq olandığına qarşı mən də çıxıb sözüm demişəm sadəcə. Heç kimə söyməmişəm, heç kimi təhqir eləməmişəm. İndi dünən o gene oraya qayıdıram, Qurban Məmmədli neferlərlə bir adamla danışırdı, Ağaşirin Tanrıverdoğlu. Bu cürə olmaz adamları bu cürə aşağılamaq filan filan. Hələ indi orada bəzi məsələlərin üzərine özüm bilərəkdən gəlmirəm. Amma mən buradan bir şey deyəcəm. Onu deməsəm olmaz. Çünki hadisə dünən baş verir. Ağaşirin Tanrıverdoğlu mənim tanıdığım, mən də dünən gəlməmişəm bu meydana, dünənin adamı da öyle. Dünənin adamı da öyle. Mən bu çoxdan bu proseslərin içində olan adamam. Hətta hərəkat zamanını düzdür. Ağaşirin Tanrıverdoğlu gördüğünüz, tanıdığınız siyaset adamlarının, ictimai siyasi xadimlərin çoxundan, hamısından demirəm, amma çoxundan ləyaqətli adamdır. Və ona görə Ağaşirin Tanrıverdoğlu'nu belə bir telefon zənginə zəng vurub, o 3 dəqiqəlik söhbəti bir saata çəkib, bir saat adamı təhqir eləmək, ağzına gələn demək heç kimin haqqı deyil. Bir də burada yazırlar, baxıram, Əlin Sənovun həbsinə münasibət. Mən demişəm, mən Əlin Sənovun həbsinə münasibətim mənim özümün həbsimə olan münasibət kimidir. Hətta Ramiz Mehdiyevə də. Ki, baxmayaraq ki, Ramiz Mehdiyevin o hüquqi məsələdir. Nə qədər ki, haqqında məhkəmə hökmü olmayacaq, o şeyləri demək biraz doğru deyil, amma Sərdar Əlibəyli nə təri xuliqan eləmişdilərsə, xuliqan, ki, mən xuliqanlıq eləmişəm, adam döymüşəm, söymüşəm, cəmiyyətə hörməsizlik eləmişəm, o cürə baxıram, mən haradan mənim elə inamım ola bilər ki, mənə qarşı bu cürə davranan eyni adı da başqa maddənin üzərindən Əli Kərimiyə tətbiq eləmirlər. Amma indi prosesdə gedir, hüquq var, ölkədə yaxşı biz, əslində bu ölkə, bu məhkəmələrin, mən o vaxtda danışmışdım, hələ Ramiz Mehdiyev məsələsində danışmışdım, Əli Kərimlidə daha çox oraya aiddir. Mən bu istintaqa aparan orqanların özləri şəffaf deyil, yəni, nə bilim filan filan, ona görə nə münasibətim olacaq? Yine də nəticə nə olacaqsa o da olacaq. Amma mən bir daha deyirəm, bu ölkədə toyuq oğrusu belə tutulanda ilk növbədə özüm gözümün qabağına gəlir. Heç bir törətmədiyin, yuxuda belə görmədiyin, ağlına belə gəlməyən cinayətlə ittiham olunasan və 4 ildə həbs alasan. Burada bilirsizmi, əslində o mənə elə bir isti soyuğu yoxdur. Amma onlar bu yolla bizim gələcəyimizi vururlar. Necə vururlar? Baxın indi 30 il, 40 il keçəcək. Nə bilim, bəlkə 50 il keçəcək. İndi mənim də qohumlarım var, yaxın çevrə dostlarım var. Ya da dostlarımızı boş verin. Yaxın qohumlar var. Mənim qardaşım uşaqlar var, bacım uşaqları var. İndi qaqaş bilirsiniz. Baxmayaraq ki, bəziləri Avropadan elə buradan deyirlər ki, qaqaş nazirlikdə istəyir. Qaqaş istəyəndə deyil. Qaqaşın nə içi olacaq, qaqaş heç yerdə gedib biografiya yazmayacaq, tərcümə hal yazmayacaq. Amma mənim qardaşım, bacım uşaqlar yazacaqlar bunu. Və ciddi bir strukturda bu biografiya bundan soruşacaqlar. Kimdir əmin? Ya dayın kimdir? Misal üçün Sərdar Əlibəyli. Açacaqlar, vuracaqlar Sərdar Əlibəyli 50 il bundan əvvəl xuliqanlıq maddəsindən tutulub. Bu əslində mənim o qohumumun, qardaşımın, oğlunun, qardaşımın, bacımın, nəvəsinin gələcəyini baltalayacaq. Və o zaman heç kimə inandıra bilməzsən ki, bir ölkədə heç yerdən sıfırın üzərində tutub adama xuliqan maddəsi verib 4 il həbsə göndərsinlər. Bildin mi? Ona görə mən Əli Kərimin həbsinə də o cürə baxıram. Bir daha deyirəm, amma indi deyirlər, hüquq var, nə bilim, nə var, sübutlar filan. İndi bu istintaq necə gedəcək? Bəlkə ortaya ilə faktlar qoyacaqlar ki, burada mən də əlimi qaldırmalı olacağım. Belədirmi? Amma bəlkə də nə bilim, amma indiki şərtlərdə mən ancaq özümün həbsimə necə baxıramsa, hər iki dəfəsində elə də Əli Kərimiyə baxıram. Məvəli cürə mənim münasibətim yoxdur. Mən nə onun yerin əlimi Qurana basası deyiləm ki, yox, Əli Kərimli belə süddən çıxmışan qaçıqdır. Nə də yox, Əli Kərimli çevrilikçidir, cinayətkardır, mənim işimdir. Dövlətin doğru yanlış orqanları, qurumları var, zəhmət çəksinlər, sübut eləsinlər. Kimdir? Bir də bir şey deyim, yeri gəldi. Bu, bəzi yoldaşlar güya bu adından bir iş verən niyə sıraya dururlar? O Rauf Arifoğlu'nun bir yazısını okudum. Ondan sonra Mirşahin'in verişine baktım. Ondan sonra hatta bu son günlerde bu
Qurban Məmmədin də danışıqlarına baxıram. Ya bu cürə, mən doğru bulmuram. Aslında adamlar rəsmən iş verənliyi ilə məşğul. Və hökumət tutub, istintaq indi DTK onun istintaqını aparır. Qoy zəhmət çəksin sübutları, istintaq toplasın, sübut eləsin, cəmiyyətə göstərsin. Bunlara nə düşüb ki, sırya düzülüblər. Biri deyir, mənim qulağıma pıçırladı ki, məni onlarla görüşdür. Heç şimdi qayıb demir ki, bəs sən niyə, onlar niyə, sana niyə deyirdi ki, demək sən özün də onların adam olubsan da, yoxsa sən niyə deyir ki, gəlib, gəlib nüma dəyirdi ki, məni görüşdür onlarla, nüma niyə demir ki? Yəni, belə bax, mən bu şeyləri doğrudan ciddi mənada deyirəm, bu doğru bir şey deyil. Adam həbsdədir. Nə olursa olsun, düşmən olsa belə, bacarırsınızsa keçmiş olsun deyil. Bacarmısınızsa, susun bu arada indi, deyirəm də, dövlət var, hökuməti var, o boyda istintaq orqanları var. Dövlət təhlükəsizlik xidməti, nə bilim, daxil işlər, nə bilim, prokurorluq, bunlar işləyirlər. Qoy zəhmət çəkib, adamın nə dər deyim, cinayətini sübut eləsinlər. Siz niyə iş verənliyə qalxıbsınız ki? Sizdən aynı tarixini soruşan var mı? Varsa, sual, niyə sizdən soruşurlar? Yoxdursa, sizə nə düşüb özünüzü böyle pis çıxmasına yuyulmamış qaşı kimi ortaya niyə atıbsınız? Yəni, bax, Əli Kərimin həbsinə də mənim münasibətim bu qədər. Belə yəni, bilmirəm, təkrar eləməyə heç nə ehtiyac yoxdur. Bir daha onu da deyirəm, mənim əfvərzəm oradadır. Mənə heç kim tapşırıq verməyib, verə də bilməz. Orada da, yəni, tapşırıq veribsə kimsə çıxsın, desin, mənə aşıvarsına gezdə deyiləm, Remboda deyiləm ki. Mənə heç kim, nə birinci həbsdə, nə ikinci həbsdə, heç kim görüşməyib, heç bir təklif, heç bir şərt mənə qoyulmayıb, heç bir. İndi, nə qədər hesab ediblər ki, məni o qədər saxlamaq lazımdır. 4 ay bir dəfə, 1 il 5 ayda bir dəfə həbsdə olmuşam. İkinci həbsimdə 4 il idi, 1 il 5 ay tamamında, düz 5 ayın tamamında prezidentin əfv fərmanından, sərəncamından çıxmışam azadlığa. O Qurban Məmmədov da mənlə bir yerdə çıxıb. Orada, Qurban Məmmədov soruşsanız ki, mənlə bir yerdəydi. Mənim onun kimlə görüşüb, görüşmədiyindən o zaman xəbərim olmuyor. Doğrudan olmuyor. Bilmirəm. Necə görüşüb, kimlə görüşüb, kim gəlib. Ona görə onu da bilmirəm. İndi yalandan deyim ki, yox, mən dəqiq bilirəm ki, bu... Görməmişəm, bilmirəm. Olubsa, olub, düz deyil, səhv deyil, o da artıq onun, o dediyi deputat kimdir, ondan sonra görüşməyə gələn kimdir. Mənlə şəxsən görüşən olmayıb o müstəvidə. Qurban bəylə də kiminsə görüşünü bilməmişəm. Bu qədər. Allah amanda qalın, bir sağlıq, bir də azadlıq olsa görüşərik. Bir daha Əloğuz belə şeylər danışanda zəng vur. İndi bir daha deyirəm, mən sənə hesabat verəcək adam deyiləm, nə də sən mənim hesabat verəcəyim adam deyilsən. Amma biraz mədəni və tərbiyəli, həm də ən azından belə təkdən adamı kimi davranmaq yaxşı şeydir. Mən ölməmişəm ki, mənim haqqımda danışırsan. Ölüm də olsa mən qaçmaram, mən həqiqəti deyəcəm. Amma belə çıxıb adamlara, mən də çox rahat deyə bilirəm də, Əloğuz da gedib orada filan kəsin tapşırığını yerinə yetirir. Mən bilmirəm bax. Sən elə danışsan, elə bil mənim yanımda olubsan. Bunlara tapşırıq veriblər, gedib öz tapşırıqlarını yerinə yetirirlər. Ayıbdır belə şeylər. Bu qədər. Allah amanda qalın. Bir sağlıq, bir də azadlıq olsa görüşərik inşallah.